Nədir tarix sizin üçün? Mənə elə gəlir ki, qloballaşma özünü doğramayıb. Müəyyən məqamlarda bizim də dilimizdən çıxa bilər ki, əşi biz belə deyildik. Hə? Bu əbədi problemdir. Ata-oğullar, atalar və oğullar problemidir. Tarix insanların taleyidir. Yəni, hər bir insanın həyatını götürsünüz, bu balaca bir miniatür tarixdir. Yer üzü belə döşənib, baxı, düzdür də, hə? Belə yaşaya bilərik də, düz, üfüqi. Biz şaquli yaşamağı istədik. Çox şey hələ mühacirətim öyrədim. Çünki Kanadaya mühacirətdən sonra mənim çoxlu illüziyalarım dağılıb. Müasir qərbi sivilizasiya o Romanın ölən günlərini mənə xatırladır. O dedi ki, 2032-ci ilə qədər bütün Qafqaz Azərbaycan dilində danışmağa cəhd, Azərbaycan dilini öyrənməyə cəhd edəcək. Yurdum var, ordum var. Ordum var, yurdum var. 21-ci əsr, 23 sentyabr, 16:30-da.